İyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin Şərq İstehsalat Birliyinin 40-46 mm-lik MSCL 40 tipli qumbara atanlar üçün müxtəlif növ qumbaralı atəş yığınlarının istehsalı zavodunun açılışı mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib. Müdafiə Sənayesi Naziri Yavər Camalov dövlət başçısına məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40-46 mm-lik revolver tipli qumbara atanlar üçün NATO standartlarına uyğun 4 növ qəlpəli, kumulyativ qəlpəli, işıqlandırıcı, paraşütlü və tüstülü qumbaralı atəş yığınlarının seriyalı istehsalının təşkil edilməsidir. Dövlət başçısı zavodu işə salıb. Verilən məlumata görə bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb. Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalın mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda döyüş sursatlarının qəbul, təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü bir növbəli iş rejimində 15.000 atəş yığımı təşkil edir. Müəssisə ilə tanışdıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb. Azərbaycan dövlət başçısı görüşdə nitqi söyləyib. Sonra Müdafiə Sənayesi Naziri Yavər Camalov və Müdafiə Naziri Zakir Həsənov çıxış etdilər. Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.